Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib. Bu barədə Xəbər Zulağı Aza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Nazirliyin tabeliyində Dost Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb. Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları barədə məlumatlar Dövlət İmtahan Mərkəzinin tələbə məzun informasiya bazasından qaydada əldə olunur. Bununla da qeyd edilən ödənişin davam etdirilməsi prosesi avtomatik təmin edilir. Təhsil statusu hər ay avtomatik yenilənir. Ödənişlərin davam etdirilməsi üçün arayış təqdim edilməsinə ehtiyac qalmır. Bu yenilik nəticəsində əyani təhsil alan ümumilikdə 11,5 mindən çox şəxsi ailə başçısını itirməyə görə pensiya və müavinət ödəyişi müddəti arayış tələb edilmədən avtomatik uzadılıb. Məlumatda qeyd edilib.